Mercedes W220 3.7 mühərrik, ümumi qulluq prosesi görülür. Bu prosesə nələr daxildir? Sveçaları sökmüşəm. Bax, göstərin vəziyyətini nə haldadır. Görürsünüz. Fikir verin ağzına. Bu da təzəsin bir dənəsin. Bax, fərqinə baxın. Bu da köhnəsi. Bu modeldə 12 dənə sveça gedir. Bosch firmasının sveçalarından istifadə olunur. Bu Bosch firmasının sveçaları bir kontakt platin gedir bunlara. Bu bir kontakt platinin giydirməsi də olur. Ona görə məsləhət görürəm ki, bildiyiniz yerdən alın, orijinalını qoymaq lazımdır. Orijinalını qoymasaz problem yaşayacaqsınız. Üstündən çıxan farsumkalar bax bu vəziyyətdədir. Bunun ağzında olan sannika baxın bir dənə. Kvadratlaşıb. Ağızları bax belə bərbad vəziyyətdədir. Hamısı o gündədir. Farsumkaları yuyulacaq ideal vəziyyətdə. Sannikləri dəyişdiriləcək. 12 dənə sveça qoyulacaq. Belə patrubkalar hamısı yoxlanılır. Zaslonkası çirkli vəziyyətdədir. Çox adam zaslonkanın bu hissəsinə baxır, deyir ki, təmizdir. Amma zaslonkanın məntiqi bax bu divarda olan çirkdir. Çünki divarda olan məsamə maşının xalastoy vəziyyətdə işləməsini təmin edir. Həmin o məsamələr çirklə dolanda maşın başlayır texidə, siftaforda falan qalanda sönməyə, abrodun oynamasına. Farsumkalar yuyulur, sveçalar dəyişdirilir, zaslonka yuyulur, xırdapara əlavə işlər var. O işləri də yekunlaşdıracağıq, hava filtri dəyişiləcək, yekunda da diaqnostika adaptasiya eləyəcəyik, daş stəkanı da qoyub maşını ideal vəziyyətdə müştəriyə təhvil verəcəyik. Maşın hal-hazırda xoddadır, bütün işimizi yekunlaşdırmışıq, hər şey ideal vəziyyətdədir, xeyirli olsun.